Müəllif Sevdasız Aylar 7-ci hissə. Əziz dinləyicilər, əgər mütaliəmiz könlünüzə oxşayırsa, zəhmət olmasa kanalımıza abunə olun ki, başqa dinləyicilərimiz də bizim mütaliələrimizdən zövq ala bilsinlər. Müəllif. Axşam tərəfi idi. Qaş qaralırdı. Sevda sabahki dərslərə hazırlaşırdı. Güclü sellər yer səthili axaraq onu yuyur və müxtəlif ölçülü oyuqlar əmələ gətirir. Sonralar həmin oyuqlar böyüyüb yarğanlara çevrilir. Telefon zəng çaldı. Qalxıb o bir otağa keçdi. Dəstəyi götürdü. Alo. Salam Sevda. Salam. Bağışlayın, kimdir? Mənəm, Vahiddir. Hə, tanımadım səsindən. Çünki biz birinci dəfədir telefonla danışırıq, ondan da. Bilmirəm, necə deyim. Sevda onu qısıldığını hiss edincə birdən qırmızı məktubu xatırladı. Budurmu? İndi evdə nə eləyirsən Sevda? Deyə Qarabala dili dolaşa-dolaşa maraqlandı. Qız nə cavab verəcəyini bilmədi. Başa düşmürəm, bu nə sualdır? Səninlə vacib işim vardı. Sevda dinmədi. Nə deyəydi? Sakitlik içərisində ürəyinin döyüntüsünü eşitdi. Anladım. Məni məktubu yazan bu imiş, Vahid. Çoxdan bəri beynini gəmirən şübhələr sanki dağılmağa, seyrəlməyə başladı. Sevda fövrən ciddiləşdi. Səsinin ahəngiliyini dəyişərək dilləndi. Axı nə işdir? Telefonda deyə bilməzsən? Xeyr, mütləq özünlə görüşməliyəm. Qarabala azacıq nəfəsini dərib əlavə etdi. İkilikdə danışmalıyıq. Əgər bugün vaxtın yoxdursa, sabaha qalsın. Sevda sözlərinə aclıq qatdı. Xeyr, heç sabah da vaxtım olmayacaq. Nahaq yerə əziyyət çəkib mənə zəng vurma. Qarabala qorxaqlıqla kəkələdi. Düzü, səndən bunu gözləməzdim. Mən də səndən gözləməzdim. Nəyi? Özün yaxşı bilirsən. Sevda qeyzləndi. Dəstəyi hisslə yerinə çırpdı. 2 aydır məni girincələdiyi bəs deyil, hələ bir soruşur da. Qarabala 2 gün qabaq zəng vursaydı, bəlkə də qız onunla bu dildə danışmayacaqdı. Lakin Asifin gecikmiş təbrik məktubundakı 2 başlı sözlərin mənası indi açılırdı. Dünyanın ən bəxtəvər adamları yenicə sevib sevilənlərdir. Sən də belələrindənsən, Sevda. Deməli, onu sevən Qarabala idi. Asif də bundan xəbərdardı. Qız ürəyində Vahidi lənətlədi. Telefonda ona daha cavab vermədiyi üçün özünü məzəmmət elədi. Artıq mənə hər şey aydın oldu, deyə Sevda yanıb yaxıldı. Asif məndən buna görə üz çeviribmiş. Cəmisi 15 dəqiqə keçməmişdi ki, qapının zəngi çaldı. Qız çıxıb dəhlizdən soruşdu. Kimdir? Mənəm, Vahiddir. Sevda donub qaldı. Bu necə adamdır? Məndən nə istəyir? Deyə sərt bir hərəkətlə qapını açdı. Gələni qovmazdılar. Qarabala pərt halda içəri girib astanada dayandı. Sifəti qulaqlarının dibinə dək mis kimi qızarmışdı. Gözlərinin giləsində qığılcım parıldayırdı. Sevda onu heç belə görməmişdi. Dodaqları əsə-əsə Qarabala gilələnməyə başladı. Xahiş eləyirəm, açıqdır, nəyi məndən gözləməzdin? Sözümün arasında telefonun dəstəyini asmaq nə üçündür? O gündə auditoriyada məni yanındakı boş yerdə oturmağa qoymadın. Acılayıb qovdun. Başa düşmürəm axı, mən hansı günahın sahibiyəm? Sevda ürəyindəkini saxlaya bilmədi. Bəs kitabımın arasına qoyduğum məktuba nə deyirsən? Qarabala matməhətdəl onun üzünə baxaraq gözlərini döydü. Nə məktub, Sevda? Sən sözlü adam oxşuyursan. Qız sirrini açmaqda tələsdiyinə peşman oldu. Tez söhbəti dəyişdi. Heç, o barədə sonra. Mənə ikiliklə nə demək istəyirdin? Qarabalanın boğazı qurumuşdu, güclə udqundu. Bir stəkan su verərsəm içim. Sevda böyük otağın qapısını açıb çilçırağı yandırdı. Keç içəri, bu dəqiqə gətirirəm. O geri qayıtmağa tələsirmiş kimi iri addımlarla mətbəxə sarı yönəldi. Qarabala sanki 2 ildən bəri tanıdığı və neçə dəfə gəlib getdiyi yaxın tələbə yoldaşının evində deyildi, yad bir yerə düşmüşdü. Sevdanın münasibətindəki, danışığındakı anlaşılmamazlıq ona çox qəribə görünürdü. Bunun üçün də sıxılırdı, içəri girməyə ürək eləmədi. Elə qapının ağzında dayandı. Sevda su əvəzinə çay gətirmişdi.
Burada niyə durmusan? Keç əyləş, deyə Qarabalanın hələ də məyus halda dəhlizdə gözlədiyini görüb, onun könlünü almağa çalışdı. Xətrinə dəydiyim üçün bağışla. Mən neçə gündür heç özümdə deyiləm. Bayaqdan Qarabalanı boğan qəhər nisbətən azaldı. Qızın ardınca otağa girəndə xəbər aldı. Yoxsa bir hadisə üz verib Sevda? Nəysə, ailədə olan şeydir. Qarabala daha dərinə getmədi. Sevda ilə stol arxasında qarşı-qarşıya oturub çayı qabağına çəkdi. Mən səninlə bir məsləhət etmək istəyirəm, deyə ehtiyatla mətləbə keçdi. İkilikdə görüşməkdə də məqsədim bu idi. Buyur, Sevda, məncə universitetdə Rəhlə ilə başqa qızlardan sən daha yaxınsan. Mən onu öz doğma bacım bilirəm. Elə bunun üçün də əhvalatı sənə açıram. Məsələ belədir. Valihin komsomol bileti tapılıb. Necə? Tapılıb? Hardan? Elə öz evlərindən. Qulaq az, keçən həftə onlarda idim. Dərs hazırlayırdıq. Kitabları vərəqləyəndə birdən komsomol bileti üzə çıxdı. Valih gözlərinə inanmadı. Mən istədim tez duram, Rəhliyə zəng çalam, onu sevindirəm, deyəm ki, sənin təqsirin yoxmuş, töhməti nahaqdan veriblər. Valih qoymadı. Onda mən nə vəziyyətdə qalaram, dedi. Yalvardı ki, bileti tapdığımı heç kəsə bildirməyim. Onsuz da hər şey həll olunub, məsələni təzələməyə mənası yoxdur. Mən razılaşmadım, atışdıq, hətta bir-iki ağır söz dedi. Güya mən dostu kimi onun sirrini saxlamalıyam. Bəs Rəhlə, bəs o dostumuz, yoldaşımız deyil. Axı, çox mübahisədən sonra məni sənin yanına göndərdi. Niyə Rəhlənin yox mənim yanıma? Deyə Sevda bir hakim qətiyyəti ilə soruşdu. Ona ki, Rəhlənin yaxın rəfiqəsi kimi əvvəlcə səninlə məsləhətləşib. Yaxşı, mən nə eləməliyəm? Bəlkə deyirsən Rəhlə ilə danışasan, bileti ona evlərindən tapdığını boynuna götürsün. Bununla da hər şey bitsin. Təzdən Valihi cəzalandırmasınlar. Bu, ən azı vicdansızlıqdır. Demək, töhmət nahaq alsın Rəhlə, Qarabala dostunun yerinə xəcalət çəkib, başını aşağı salsın. Sözündən elə çıxır. Sevda əsəbləşmişdi. Qızın təmiz adını ləkələdiyi bəs deyil, hələ bir utanmaz ondan nicat da gözləyir. Ged ona çatdır ki, bu Rəhlə ilə ikilikdə həll etməməliyik. Məsələ komsomolun iclasında ciddi müzakirə olunmalıdır. Mən də onun tərəfdarıyam, deyə Qarabala stəkanı stəkanı qaldırıb soyumuş çaydan bir qurtum içdi. Yoxsa Valih gələcəkdə daha böyük xəyanətlər edər. O axşam Sevda rəfiqəsinə görə ürəyində yüngül bir rahatlıq duydu. Alçaq Valihin nəcib olmayan hərəkəti üçün onun halına acıdı. Sevda. Qarabala gedəndən sonra birdən yuxudan ayılan kimi oldum. Qırmızı məktubu mənə Valih yazıb, deyə qət elədim. Onun üçün də neçə vaxtdır üzümüzə düz baxa bilmir. Sən ağıllı qızsan, onsuz da məni o biri veylərlə tay tutmazsan, özün ayırıb tanıyarsan. Xudpəsəng bir adamın ürəyindən gələn bu ibarəli sözləri ondan başqa kim dilə gətirərdi. Fikirləşirdim, universitetdə tanıdıqlarımın arasından ikinci belə adam tanımırdım. Mən Qarabaladan şübhələnmişdim. Özümü də bəs yerə acıladım. O namuslu, etibarlı oğlandı. Sabahsı axırıncı dərsdən sonra Rəhləni saxladım. Səninlə vacib işim var, dedim. Qız təəccübləndi. Xeyr ola, xeyirdir, sevinəcəksən. Elə indicə desənə, əvvəlcə səndən bir xahiş eləmək istəyirəm. Valih Komsomol Komitəsinin yazdığı ərizəni mənə göstərməlisən. O nəyinə lazımdır? Sonra bilərsən. Mən onun xəttini qırmızı məktubdakı ilə tutuşdurdum. Rəhlə uzun dəhlizin o başından qaça-qaça getdi. Mən də dalınca Komsomol Komitəsi yerləşən balaca otağa girdim. Arxadan qapının cəftəsini vurdum. Qız mat qalmışdı. Seyfi açıb bir qovluqdakı kağızları araşdırdı. Valihin ərizəsini tapdı. Alıb baxdım. O dəqiqə tanıdım. Xətt həmin xəttidir. Mənim tutulduğumu görən Rəhlə dodaqlarını büzüb. Heç nə anlamıram. Valihin ünvanına egoist deyib məktubu qıza qaytardım.
2 aydan artıq rahatlığımı pozan adamın kim olduğunu ancaq indi öyrəndim. Bəs mənə verəcəyin şaxta xəbər nədir? Valeh komsomol biletini tapıb. Tapıb? Bəli. Bir həftədir. Gedək, yolda söhbət eləyərəm. Əlimi uzadıb qapını açdım. Rəhlə sevindiyindən boynuma sarılıb ağladı. Mən bilirdim ki, bu işdə vicdanım təmizdir. Fərsiz övlad, deyə bir də Valehi lənətlədim. Bugündən sonra sirrimi rəfiqəmdən gizlətməyə mənasız saydım. Yenə qapını bağladım. Al oxu, gör o tip mənə nə yazıb. Çantamdan Valehin məktubunu çıxarıb Rəhliyə verdim. Bu xət onunki deyilmi? Qız gözlərini silib kağıza nəzər saldı. Buna heç şübhən olmasın. Mən də kövrəlmişdim. Gözlərim dolmuşdu. Hirsimdən əlim ayağım əsirdi. Asiflə aramıza da mütləq o vurmuşdu. Rəhlə məktubu oxuyub qurtardıqdan sonra qayıdıb oradakı 2-3 cümləni bu dəfə ucadan təkrarladı. Lazım gəlsə yolunda canımdan belə keçərəm. Bu sözləri ona görə deyirəm ki, sən hələ məni yaxşı tanımırsan. Dəyanətimə, etibarıma bələd deyilsən. Qismət olsa hər şeyi həyat özü sınaqdan çıxarar. Həmişə belədir. Etibarsız etibardan, dəyanətdən, qeyrəsizlər namusdan, qeyrətdən dəm vurar, deyə Rəhlə fikrini tamamladı. Dərdimiz açılmışdı. 1 saata yaxın idi ki, qapalı otaqda ikilikdə söhbətləşirdik. Sən demə, Rəhlə Asiflə aramızda olan münasibəti çoxdan duyubmuş. Ancaq məni utandırmamaq üçün üzə çəkmirmiş. Bu məktubdan Asifin xəbəri var, deyə o maraqlandı. Niyə gizlətmisən? Bilmirəm nə eşidib, məndən yan gəzir, aramız sərindir. Darıxma, hər şey aydınlaşacaq. Rəfiqəmin bu ümidverici sözləri mənə bir dünya sevinç bəxş etdi. Mükafat əvəzi olaraq onu qucaqlayıb öpdüm. Heç ömrümdə belə şadlanmamışdım. Sinəmə xoş bir sərinlik doldu. Müəllif. İndiki sirrin üstü açıldı, qoy sizə Valehdən deyim. Sevdaya məktub yazmamışdan bir neçə gün qabaq o, universitetin həyətində Asifə yanaşdı. Soyuq tərzdə salam verdi. Boğazdan yuxarı keyfini halını xəbər aldı. Sağ ol, yaxşıyam, deyə onun sözdə adam oxşadığını duyan Asif də hörmət xətrinə sən necəsən, soruşdu. Valehin fikri dağınıq idi. Cavab əvəzinə dönüb ətrafa göz gəzdirdi. Universitet binasının qarşısındakı meydanda yüzlərlə tələbə gəzişirdi. O saatına baxdı. Mən səninlə danışmaq istəyirəm, Asif. Buyuracaqsan. Dərsin başlamasına hələ 20 dəqiqə vardı. Bəlkə gedək o yanda. Yəni söhbətin belə gizlidir. Necə deyim, kimizə aiddir? Valeh Asifin qolundan tutub onu qələbəlikdən kənara çəkdi. Hündür elektrik dirəyinin böyründə dayandılar. Görürsən də, bugün yaxşı hava var, deyə Valeh diplomat çantasını səkinin qırağına qoydu. Mətləbə girməzdən qabaq cibindən çıxardığı Kent siqaretindən birini yandırıb tüstülədi. Elə bil lap bahardı. Asif gözləyirdi. Bunlar hamısı müqəddimdə idi. Özün yaxşı bilirsən ki, biz dostuq. 2 ildir ki, bir qrupda oxuyuruq. Hələ aramızda biz dost yox, yoldaşıq, deyə Asif düzəliş verdi. Bunlar başqa şeylərdir. Valeh hiddətləndi. Xahiş edirəm, sözümü kəsmə. O siqaretini sümürüb tüstüsünü çiyninin üstündən yana üflədi. Nəysə, mən səndən sevda barədə bir məsələni soruşmaq istəyirəm. Sevda barədə? Bəli, ancaq gizlətmə, lap düzünü de. Onu sevirsən? Asif bu sualın qarşısında çıxılmaz vəziyyətdə qaldı. Lakin özünü ələ alıb təmkinini pozmadı. Dodaqlarını bir-birinə qısıb gözlərini qıydı. Müsahibinin üzünə deyil, ayrı səmtə baxdı. Nəyinə gərəkdir? Deyə Valeh sərt, həm də qısa bir cavab verdi. Bu mənim üçün çox vacibdir. Bizim evdə anam da, atam da sevdanın haqqında başqa fikirdədirlər. Bu yaxınlarda elçi getməyə hazırlaşırlar. Ancaq mən qoymuram. Sevda bunları bilirmi? Valeh duruxdu. Hə? Bıy, bəs necə? Mən öz yanımdan danışmıram ki. Axır vaxtlar görürəm, sən də ona çox mehribansan. O
O dəfə idman zalında idiniz. Xətrini hər şeydən əziz tutduğu Sevdanın istəyinə zid çıxmağı ağlına sığışdırmayan Asif Valihin qarşısında az qala and içməyə hazır idi. Bizim aramızda bıçağacan sevmək söhbəti falan olmuyor. Düzdür, mən ona, o da mənə birinci kursda yaxın dost kimi həmişə mehribanıq. Bəlkə onun barəsində sənə başqa şey çatdırıblar. Yox, yox. Vali arxançılıqla köks ötürərək Asifi sakitləşdirdi. Mənə heç nə deməyiblər. Ancaq səndən bir xahişim var. Buyur. Mən ölüm incimə. Mümkünsə sabahdan auditoriyada yerini dəyiş. Onun yanında oturma, yaxşımı? Asif qızarıb pörtmüşdü. Sifətində əclaf bir ifadə yaranmışdı. Bilmək çətindir, bu dəqiqədə güləcəkdi, yoxsa ağlayacaqdı. Ürəyində Sevdanı itirdiyinə elə heyfslənirdi ki, o da baş üstə Valeh. Əgər sən belə qısqanırsansa, mən heç o qızla istədi desin danışmaram da, lakin dili gəlmədi. Görə Sevdanı itirmək onun üçün ağır dərddir. Nə eləyə bilərdi? Gecikmişdi. Hərgah vaxtında ürəyini qıza açsaydı, heç bu söhbətləri eşitməzdi. Asif Sevdanın qeyrisinə könül verəcəyini yuxuda belə təsəvvürünə gətirməzdi. Görünür, yanılmışdı. Həyat insanların düşündüyü kimi deyildi. Bəlkə də Sevdanı Valeh yox, ləyaqətinə inandığı başqa bir oğlan istəsəydi, o bu qədər təəssüflənməzdi. 5 dəqiqə əvvəl özünü dost adlandıran rəqibin məxfi söhbətinə çox asanlıqla xətm verdi. Sənə elə bunu deyəcəkdim, ancaq hər şey aramızda qalsın. Valeh diplomat çantasını götürüb, siqaretini tüstülədə ondan uzaqlaşdı. Asif isə içindən tüstüsüz yanırdı.